Değerli kanal izleyicileri, her birinizi yeniden İbaret Club kanalında hoş gördük. Bu dəfə sizə 5-ci sınaq imtahanının suallarını izah etməyə çalışıram. Belə ki, gördüyünüz kimi mövzular mətin prosesorlarına, cədvəl prosesoru və verilənlər bazası bölmələrinə aiddir. Və suallara keçmədən öncə bunu qeyd edim ki, kanala olduğunuz dəstəyə görə təşəkkür edirəm və yenə də videoları bəyənməyi, paylaşmağı və şərhlərinizi yazmağı sizdən gözləyirəm. Beləliklə keçid ala bilərik suala. İlk sual Word proqramı aiddir. Daha doğrusu burada mətnlərin kopyalanması və yaxud da ki onun yapışdırılması ilə bağlıdır. Mətn redaktorunda yalnız programmer ifadəsi yazılmış. Bu ifadəni görürük. Daha sonra bu söz seçilərək ardıcıl olaraq 4 dəfə Ctrl+C, 1 dəfə Ctrl+X və 3 dəfə Ctrl+V düymələri kombinasiyası icra edilmişdir. Bu əməliyyatlardan sonra mətn sayəsində neçə ədəd proqrammer ifadəsi görünər. Bura diqqətlə baxsaq, bu söz ilk olaraq deyir ki, bu söz seçildi. Həmin bu söz seçildikdən sonra Ctrl+C düyməsini vursaq, biz Ctrl+C-ni bir dəfə də vurarıq, 2 dəfə, 3 dəfə də, ya dəyişən nəticə etibarilə dəyişən bir şey olmayacaq və bir dəfə, yəni kopyalanmış olacaq. Davamında isə bir dəfə Ctrl+X düyməsini sıxsaq, bu o deməkdir ki, artıq həmin ifadə orada qalmayacaq. Ctrl+C copy-dirsə, Ctrl+X-ə biz cut deyirik və cut'ın qısa yazılış formasıdır. Qısa düymələrdən istifadə edərək bu şəkildə yazırıq. Cut dedik. Cut dediğimiz anda artık söz burada qalmır, amma yenə də kopyası mübadilə buferində qalmış olur. Bundan sonra 3 dəfə Ctrl+V düymələrini vursa, Ctrl+V nə iş görür? Bu da paste. Yəni seçdiyimiz və kopyaladığımız ifadəni artıq yapışdırır. Bir dəfə vursa, bir dəfə yapışdıracaq, 3 dəfə vursa, 3 dəfə yapışdıracaq. O zaman bu sözdən 3 dənə olacaq. Doğru cavab 3. İkinci sual, verilənlər bazasının işçilər adlı cədvəl fraqmenti verilmişdir. Belə bir cədvəl verilib. Bu cədvələ əsasən və sorğu da yerləşdirilib. Gördüyünüz kimi bu cədvəl və burada da sorğu yerləşdirilib. Həmin bu pəncərə verilənlər bazasının idarə etmə sistemi proqramlarından Access proqramına aid olan hissədən götürülüb və sorğu verilib. Sorğu nəyə verilib? Birinci növbədə burada baxırıq ki, görürük ki, table işçilər cədvəlindən söhbət gedir və burada da işçilər cədvəli qeyd olunub. İkincisi, baxaq görək, burada şərt var. Baxın, kriteriya yazılan hissə. Kriteriya hansı sütuna yazılıb? Görürük ki, 2 sütuna yazılıb cəmi. Yaş və maaş. Əgər ifadələr, yəni verilən şərtlər ancaq bir sətirdə, xüsusən burada deyirəm, yəni kriteriya sətrində yazılıbsa, bu and deməkdir. Yəni həm bu şərtin, həm də bu şərtin ödənilməsi şərtdir. Yəni ödənilərsə artıq ona uyğun ifadələr çıxacaq. Yox, əgər or hissəsində yazılarsa, ta ki not kiçikdir 23 burada yazılıb, 520-dən böyük olması burada yazılsaydı, o zaman bu or olacaqdı. Yəni burada da qeyd olunub. Və ya, yəni ən azı ikisindən biri ödəndiyi təqdirdə nəticə çıxmış olacaqdı. Və burada görürük ki, or deyil, and deyil. Yəni bir sətirdə yazılıb, bunu and olaraq qəbul edirik. Şərtə baxdığımız anda görürük ki, burada not kiçikdir 23. Yəni kiçikdir 23 bilirik ki, 23-dən kiçik olanlar, not olanda, yəni 23-dən kiçik olmayanlar. Burada bəzən qarışdıra bilərsiniz. 23-dən kiçiyin əksi 23-dən böyük olanlar götürə bilərsiniz, amma böyük bərabər lazımdır. Kiçik olmayanlar deməkdir bu. Yəni 23, 24, 25 bu şəkildə gedəcək. Bu isə 520-dən böyükdür. Yəni bunun qarşısında not yox deyə olduğu kimi götürürük. Və keçib cədvələ baxsaq, bu cədvələ fikir versək, görürük ki, bu cədvəldə yəni hər ikisi bu şərti ödəməlidir. 25 23-dən kiçik deyil və 900 520-dən böyükdür. Deməli bunu götürürük. Biri götürürük. Biri götürürüksə bir olmayanları silə bilərik. Yəni, bu şəkildə gördüyünüz kimi 2 variant qaldı. Növbəti addımda 23 23-dən kiçik deyil, amma 400 520-dən böyük olmadığına görə bunu götürmürük. Burada həmçinin 360 520-dən böyük deyil. Yəni biri pozuldusa artıq bunu götürə bilməyəcək. Həmçinin burada 30 23-dən kiçik deyil, yəni böyükdür və bir də bu ifadə 520-dən böyük olduğuna görə bunu da götürürük. Burada bu tərəfdə şərt ödəmir, elə bu tərəfdə ödəmir. Bunu çıxdıq və ən nəhayət 33 və bu. Hər iki tərəf gördüyünüz kimi şərti ödəyir. O zaman bunu da götürəcəyik. Yəni burada gördük ki, artıq 5 7 1 ifadələrdir. Yəni əslində 5-də tapandan sonra seçə bilərdik. Mən axıra qədər göstərdim ki, digər bu tipli suallarda da ona fikir verməniz lazımdır. Üçüncü suala baxaq. B3 xanasında yazılmış düsturu, belə bir düstur yazılıb, A7 xanasına köçürdükdə hansı düstur alınacaq? Ümumiyyətlə biz bilirik ki, Exceldə düsturların köçürülməsi zamanı təbii ki, xanaların ünvanları dəyişə bilər. Və bu zaman diqqət eləməliyik, həmin xanalar necədir? Yəni istinadları nəzərə alsaq, burada mən qeyd edirəm, bunu silirəm. Biz bu istinadları xatırlayaq. Nisbi istinad demişdik, qarışıq demişdik.
və birinə də mütləq adı vermişdir. İndi nümunə yazaq bura. Nisbi istinad nə deməkdir? Məsələn, mən yazıram F5 və yaxud da ki AC36. Bilirik ki, xana ünvanlarında birinci sütunun adı gəlir, sonra sətrin adı gəlir. Burada gördüyünüz kimi bunların heç bir tərəfində burada görünən kimi dollar işarəsindən istifadə olunmayıb. Amma qarışıq istinadda bunlardan birində dollar işarəsi ola bilər. Yəni ya sütunun qarşısında belə ola bilər və yaxud da ki bu şəkildə yazaq. Deyək ki, bir dəqiqə bunu yenidən yazın. Və yaxud da ki sətrin qarşısında. Burada bilək ki, bu o deməkdir ki, sütunu sabit saxlayırıq. Burada isə sətri sabit saxlayırıq. Yəni nəyə sabit saxlamaq istəyiriksə, onun qarşısına dollar işarəsi qoyulur. Ondan sonra yox. Yəni bunu bilək. Və deməli burada yazdıq və mütləq istinadı da nəzərə alsaq burada F dollar 5. Mütləq istinadda isə mütləq hər ikisinin qabağına dollar işarəsi qoyulur. Bu nə deməkdir? Bu həm sütunu, həm də sətri sabitləməyimiz deməkdir. Yəni hara sürüşdürməyimizdən asılı olmayaraq burada yəni xana ünvanı dəyişməyəcək. Bunları nəzərə alsaq, yəni bu tip suallarda bunlarla daha rahat gedə bilərik. Yəni birbaşa düsturu tam olaraq yazmağa ehtiyac yoxdur əslində. Baxaq görək necə sadələşdirə bilərik. Görək ki, burada 12-nin qabağında dollar işarəsi var. Yəni bu o deməkdir ki, mən 12-ni, yəni sətri aşağı və yuxarı hərəkət etdirsəm, dəyişməyəcək. Çünki sabitlənib. O zaman bura baxsaq, C-də gördüyünüz kimi 16 olub, D-də də 16 olub. Bunu sildim. C isə dəyişməlidir əslində və görürük ki, A-da da, B-də də, Y-də də dəyişib. Bundan bu qədər istifadə edirik. Digərində dollar D. Görürük, bax, D-nin qabağında dollar var. Yəni D sabit olmalıdır. Bura B variantına baxanda görürsünüz C-dir. O zaman bu da getdi. Qalır A-Y. İki variant arasında qaldıq, amma bura fikir versək, bax, görürsünüz standart gedir. Burada da standart gedir. Bu arada bunu da qeyd edim ki, həmin bu köçürülmələr ancaq xana ünvanlarına təsir edir. Sadəcə belə qiymətlər yazılanda onlara təsir eləmir və bu da bizə nəyəsə kömək edə bilmədi, belə deyim. Və keçirəm bura. Burada baxırıq ki, C-nin qabağında dollar var. C dəyişməməlidir. Burada həqiqətən də dəyişməyib. Burada isə gördüyünüz kimi C dəyişib B olub. Yəni olmamalıydı. Çünki qabağında sabitlənmə var. Doğru cavab A bəndi. Yenə də baxaq görək ki, əgər bunlarla tapa bilməsəydik necə olacaqdı? Baxın C5 görürsünüz 9 olub. Yəni baxın bu ifadəyə fikir versək B3 xanasında yazılmışdı. Mən bunu yazıram. Normalda deyək ingilis əlifbasının hərflərindən istifadə olunur da sütunlarda. Bu şəkildə yazıram. ABCD bu şəkildə yazdıq. 1 2 3 4 sonra 5 6 7 və s. və axır gedə bilərik. Bizim olduğumuz düstur harda yazılıb? Görürsünüz B3-də. B3-də. Burada yazılıb. Burada yazılıb və mən A7 xanasından keçəcəm. Yəni bir vahid əvvələ qayıdıram. Sonra da bura düşürəm bura. A7 xanası bura. Yəni burada baxsaq 3-cü sətirdə idim. 1 addım, 2 addım, 3 addım, 4 addım aşağı düşmüşəmsə, buradan da təbii ki 5 yazılan 6, 7, 8, 9 olacaq. Yəni 4 addım gələcək. Və həqiqətən də doğru olduğunu burada görürük. Və eyni zamanda burada D gördüyünüz qarşısında dollar işarəsi yoxdur. Mən buradan B-dən A-ya bir vahiddir də, yəni buradakı məsafə bir vahid qaydıramsa, o zaman buradakı ifadədə D bir vahid sürüşür, o da əvvələ, yəni D-dən əvvələ gəlir C. Bu da ona görə C olub, həqiqətən də doğru olduğunu görürük. İstəsəz digərlərində yoxlaya bilərsiniz, mən burada saxlayıram. Dördüncü sual. Verilənlər bazasının cədvəli üzərində hansı əməliyyat yerinə yetirildikdə həmin cədvəlin strukturu dəyişməz? Ümumiyyətlə, gəlin Access proqramı xatırlamağa çalışaq. Access proqramında biz bir cədvəl formalaşdırarkən nəyə yazırdıq? İlk olaraq field name yazırdıq. Yəni sahə adları. Sahə nədir? Sahə ilə sütun deməkdir. Sütun yazırdıq. Məsələn, bura yazırdıq. Belə yazım. ID kod, sonra ad yazırdıq, soyad yazırdıq, yaş yazırdıq, maaş yazırdıq. Yəni bu şəkildə. Yəni bir sözlə həmin bu sütun adları əsasında cədvəli formalaşdırmış olur. Təbii ki, bunun bir tərəfində tipləri var idi. Tipini seçirdik. Digər tərəfində də əlavə description olan hissə var idi. Yəni. İndi burada nə deməkdir? Yəni mən burada hər hansı bir adda dəyişiklik edərəmsə, adının özünü dəyişərəmsə, yəni sütun adını, üstə gələk, burada bunu silərəmsə və ya yeni bir şey əlavə edərəmsə, o zaman bunda struktur dəyişikliyi olur. Amma bunun əsasında, bu deyək ki, yazdıqlarımız əsasında formalaşan bir cədvəldə, elə buradakı cədvələ misal çəkə bilərik, hər hansı bir sətrin silinməsi və ya əlavə edilməsi bunun strukturuna təsir eləmir. Məsələn, bunu buradan sildim. Yəni bu cədvəl olduğu kimi bu dəyişən bir şey qalmadı. Yəni bir sözlə sütundakı dəyişikliklər struktura təsir edir, amma
Sətirdəki dəyişiklik təsir etmir. Doğru cavab A bəndi. Hər hansı bir yazı. Yazı nədir? Sətirdir. Keçə bilərəm 5-ci suala. Mətn faylında ancaq imtahan sözü mövcuddur. Bu mətn üçün aşağıdakı proses icra edilir. Birincisi, Ctrl+C klavişlər kombinasiyası sıxılır, yəni kopyalandı. Və mətnin sonuncu hərfindən dərhal sonra bir dənə bu işarə qoyulur və Ctrl+V 2 dəfə sıxılır. 2 dəfə sıxılmaq nə deməkdir? Yəni imtahan burada yazılır. Bu yazılandan sonra alınmış mətn üçün bu proses yenidən bir dəfə təkrarlanır. Yenə də, yəni bu deməkdir ki, bu ifadə seçilir və yenidən deyək ki, gəlirik, qarşısında xətt qoyuruq, təzədən bunu yapışdırır. Neçə dəfə yapışdıracaq? 2 dəfə. Yəni bir dəfənin içərisində gördüyümüz kimi 3 dənə söz var. 1 söz, 2 söz, 3 söz. Bunu bir dəfə yapışdıracaq. 4 söz, 5 söz, 6 söz. Təzədən ikinci dəfə yapışdıranda artıq 7, 8, 9 söz olmuş olacaq C bəndi. 6-cı sual. Elektron əvvəldə doğru yazılmış düsturları müəyyən edin. Az öncə də buna aid ifadələrdə gördük ki, dedik ki, yəni nisbi istinad, mütləq istinad və qarşılıqlı istinad nətər yazılır və bunu da qeyd elədik ki, birinci növbədə sütun adı gəlir, sonra isə sətir nömrəsi gəlir. Bura baxdığımız anda C mütləq istinaddır bu. Yəni sütun və sətir sabitlənib, vurulub 2-yə və F6. Bu da qarşılıqlı istinaddır, bu doğrudur. Bura baxdığımız anda 3 dənə dollar görürsə artıq bu pozulub. Deyək ki, bu A-ya aiddir, bu 3-ə aiddir, bu isə gördüyünüz kimi artıqdır. Bu hissədə isə 2 əvvəl gələ bilməz. Birinci növbədə sütun gəlməlidir, sonra sətir nömrəsi. Bu da ola bilməz. Əslində baxırıqsa, bizə doğrular lazımdır. 2 və 3 olanları çıxsaq, elə variantı tapmış oluruq. Yenə baxsaq, doğrudur və həmçinin bu da doğrudur. Bu mütləq istinaddır, bu nisbi istinaddır, bu isə qarşıq ünvandır, deyək ki, qarşıq istinaddır. Mətn redaktorunda informatika 145 yazısına hansı nömrəli komandalar tətbiq olunub? Bu ifadəyə baxdığımız anda görürük ki, alt xətt var. Alt xətti də bilirik ki, underline bundan istifadə edirik. 3-dən istifadə etmişik. Sonra görürük ki, burada bunun da üzərində xətt var. Və o da bu ifadədən istifadə edirik. Üzərindəki xətti qoymaqdan ötürü. Və bold yazısı burada var, bunu da görürük. Və doğru cavab 1, 3, 4 seçirik. 8-ci sual. Gəlin bunu təmizləyək və burada yazaq. Deməli, bu ifadəyə də fikir verək. Kimya böyükdür 20, or not informatika kiçikdir 20, and fizika böyük bərabərdir 21. Bu şəkildə yazılıb. Sadəcə burada yəqin ki, diqqətdən qaçıb əlavə bir dənə mötərizə qoyulub. Bu yəqin ki, olmamalıdır. İndi bura baxdığımız anda bunu əslində daha sürətli, daha tez həll etməkdən ötürü baxmalısınız ki, and var burada. And nə deməkdir? Yəni bu tərəfdə, bu tərəf artıq özü 2 hissədən ibarət olsa da, yəni əndə qədərki hissə ilə və ənddən sonraki hissə ödənməlidir. Yəni iki tərəfdən biri ödənmirsə artıq bu sayılmayacaq. İndi baxaq görə buna görə qərar cavab çıxarda bilirikmi? İlk öncə buna baxırıq. Fizika böyük bərabərdir 21. Yəni fizika 21-dən böyük bərabər olanlar hansılardır? Bura baxırıq. Bu doğrudur. Bu deyil, bu deyil, bu deyil, bu doğrudur. 26 doğrudur. Və bu doğru deyil. Yəni buna baxdığımızda da gördük ki, elə 2 variant doğru olacaq. Heç digər tərəfi yoxlaya bilmərik. Cavablar da 2-dən olduğuna görə elə bu şəkildə seçə bilərik. Daha sürətli. Yəni hansı variant oldu? 1 və 5. Y variantı. Amma yenə də növbəti misallar ola bilər. Bu tipdə misallar ola bilər və o həlli necə gedir onu yazmağa çalışaq. Baxaq görə. Kimya 20-dən böyük olanlar. Kimya sütununa gəlirəm. 20-dən böyük olanları özümdə qeyd edirəm. Burada baxıram ki, son 3-ü 20-dən böyükdür. Yəni yazsaq 4, 5, 6. Or yazıram. Not bildiyiniz kimi buna aiddir. 20-dən kiçikdir, amma not olduğuna görə 20-dən kiçik olmayanlar. Yəni 20 və 20-dən sonrakılar. Bu şəkildə düşünsək, hansı sütunda informatika? Gəlirik informatikaya. 20-dən kiçik deyil, 20-dən kiçik deyil, 20-dən kiçik deyil, 20-dən kiçik deyil. Yəni bunları yazsaq 1, 2, 4 və 6. Orla bunu yazdıq. Bunlar bir ayrıcadır və and fizika böyük bərabərdir 21 olanlar. Bunu az öncə də tapmışdıq. Tapdıq ki, 1-dir və 1 də 5-dir. 1, 5 bərabərdir. Or nə deməkdir? Bunların birləşdirilməsi. Yəni, hərəsindən birini götürəcəyik. Bu şəkildə desək, 1, 2, 4, 5, 6. Bu şəkildə yazıq. 1, 2, 4, 5, 6. And 1, 5. Deyək, bunlar nömrələrin yazı 1 və 5. Ortaq olanlar. And nə deməkdir? Ortaq olanlar 1 və 5. Yəni 1 və 5, 2 dənə buradadır.
Ümid edirəm ki, aydın oldu bu şəkildə. Yəni burada adlara görə deyil, ID'yə görə yazmanız daha rahat olacaq ki, bu kimi şeyləri tapmaqdan ötürü. 9-cu sual. Elektron cədvəl fraqmentinə uyğun olaraq diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur soruşur. Burada göstəricilərə baxırıq. Birinci növbədə görürük ki, bu göstəricilər 3 dənədir. 7, 3 və 5. Sütun boyunca baxsam görürəm ki, burada 4 dənə ifadə var. Yəni bunlar deyil. Mən demək sətr boyunca baxacağam və 7-ni, 3-ü və 5-i ala biləcəyim qiymətlər burada mənim baxın diqqətimi çəkir. 7, 3, 5. Deməli bu aralıq seçilib. Yəni A2 ikinci sətirdir. A sütunu A2 və C2 aralığında olanlar B bəndi. Keçirəm 10-cu suala. 10-cu sualda bu şəkildə baxırıq. Mətn sahəsində yazılmış ifadə haqqında doğru olanları müəyyən edin. Yenə də Word-la bağlı bir sualdır, seçilib. Burada səhniyə də baxa bilərsiniz bəzi işləri görməkdən ötürü. Əsas da burada baxacaqsınız bura. Baxın. Görürük ki, burada bold italik seçilib. Burada mərkəzə düzləndirmə seçilib. Demək ki, buna uyğun seçimləri edə bilərik. Sola doğru düzləndirilibmi? Sola doğru düzləndirmə deyil. Buradan görürük ki, mərkəzə doğrudur. Deməli bu yanlışdır. Bizdən doğruları soruşur. Harda bir varsa onları silə bilərik. Qalın yazılış formasında istifadə olunubmu? Bəli. Buradan da görürük, buradan da görürük ki, bold da italikdə tətbiq olunub. Deməli, harda 2 yoxdursa onu da silə bilərik. Bizə 2 olanlar lazımdır. Avtomatik olaraq burada hər birində 6 olduğu nəzərə alsaq baxa bilərik ki, mərkəzə doğru düzləndirilibmi? Bəli, mərkəzə doğru düzləndirilib. Bunun digər tərəfi burada tam göstərilməyib. Siz bunun sağa doğru deyib buradan qarışdırmayın. Yəni bu davamı var əslində. Deməli 6 onsuz da hər birində doğrudur. Bir dənə baxaq ki, burada nə var başqa? Kursiv yazılış formasından istifadə edilib. Bu yaxda burada dedim ki, bəli, kursiv burada var. Gördüyünüz kimi, deməli doğru cavab D bəndi olacaq. Avtomatik olaraq B bəndi olmayacaq. Nişanlanmış siyahı ilə yazılıb. Xeyr, nişanlanmış siyahı olsa bu şəkildə yazılardı. Bunlardan istifadə olunardı və gördüyünüz kimi elə bir şey yoxdur. Bu da deyil. Yazı şriftinin ölçüsü 12 cm-dir. Əslində burada punkla istifadə olunur. Bir punktun göstəricisi 0,35 mm-dir. Onu belə dəyişsək, vahidi dəyişə bilərik və bu zamanda buna tətbiq olunduğunu göstərməliydik buradakı ifadəyə nəzərən. 11-ci sual. Mətn redaktorunda yazılmış Information Technology fraqmentində kursorun dayandığı, kursor burada dayanıb, mövqedən aşağıdakı ardıcılıqla əmrlər tətbiq olunur. Burada bir qədər aralıq sanki çoxdur. Bu sizi çaşdırmasın. Yəni, bunu ayırt etməkdən ötürü belə göstəriblər. Yəni, ayrıca olaraq bir boşluq yoxdur. Deməli, backspace düyməsi vurulur burada, delete düyməsi vurulur və oxdan istifadə olunur. Bilirik ki, backspace kursor buradadırsa özündən soldakıları silir. Delete isə özündən sağdakıları silir. Bu isə neyinir? Oxlardır. Klaviaturadakı oxlar. Aşağı, yuxarı, sağa, sola. Yəni kursorun idarə edilməsi klavişlərindən birisi. İndi baxaq görək. Buradayıq. Backspace klavişi 4 dəfə sıxılır. Yəni 4 dəfə sıxılmaq nə deməkdir? Bunu sildi. İkincidə bunu sildi. Üçüncüdə bu boşluq var. Onu sildi və dördüncü bunu sildi. Bundan sonra oxla keçirik. 3 dəfə basır. Yəni sağa doğru keçirik. Gəlirik C-dən sonraya, H-dan sonraya və N-dən sonraya. Hal-hazırda kursor buradadır. Bu Z-dən sonra. Burada isə delete klavişi 5 dəfə sıxılır. Nə dedik? Dedik ki, delete özündən sağdakıları silir. 1, 2, 3, 4, 5. Bunları da sildi. Yenə də variantlarla daha sürətli tapa bilərsiniz. Mən artıq bir şey qaldı, onu deyim. Backspace klavişi isə 6 dəfə yenidən vurulur. Backspace vuruldu. 2, 3. Bunlar getdi. 4 getdi, 5 getdi və 6 getdi. T-də getdi, qaldı informa və bu şəkildə doğru cavab Y bəndi. 12-ci sual. Verilənlər bazası haqqında doğru ifadələri müəyyən edin. Bir neçə sütuna eyni ad vermək mümkündür. Yəni bu verilənlər bazasından gedir. Ad sütunu mümkün deyil. Yəni bu şəkildə həm mümkün deyil, həm də ki uyğun deyil. Yəni niyə 2 dəfə ad olsun ki, yəni bir cədvəl düzəldərkən bu bunu deyir. Deməli burada mümkündür yazırsa mümkün deyil. Sətirlər və sütunlar ixtiyari ardıcılıqda düzülə bilər. Yəni bu bunu deməkdir. Yəni bir şəkildə ad ola bilər, soyad ola bilər, yaş ola bilər və s. İndi soyad birinci gəlib, ad sonra gələ bilər. Yəni bu ola bilər, mümkündür. Və yaxud da ki sətirlər də həmçinin. Burada əlinin nəticələri olar. Burada isə vəlinin nəticələri olar. Bunlar yer dəyişikliyi ola bilər. Birinci vəli, sonra əli də gələ bilər. Yəni bunu deməkdir, bu doğrudur. Bizdən doğru ifadələri soruşur. 1 olanları silə bilərik, 2 olmayanları silə bilərik. Bunlar getdi. Qaldı 2, 4, 2, 3. Cədvəldə sətirlər təkrarlana bilər, sütunlar isə yox. Cədvəldə sətirlər də təkrarlana bilməz. Bizim xatırlayırsınızsa, primary key ifadəsi işlədirik. Başlıca açar. Bu ifadə nə iş görür? Hər hansı bir xananı fərqləndirməkdən ötürü. Yəni mütləq ki bunu qoymalıyıq.
Bunu digər bir neçə xanaya qoya bilərik, sütuna qoya bilərik daha doğrusu. Ona uyğun sətrin də nömrəsini. Məsələn, bunu adətən kod hissəsinə ya da ID hissəsinə qoyurlar 1001. Yəni mən növbəti dəfədə 1001 yaza bilməyəcəm. Yəni mümkün deyil. O zaman mən məcburam ki 1002 yazam, ya 1005 yazam və s. və axır. Yəni bunu qoya bilməyəcəm. Ona görə bu sətirlə digər sətir bunlar eyni olsa da buna görə fərqlənəcək. Ən azı buna görə fərqlənəcək yəni. Odur ki, bu ifadədə yanlışdır. O zaman bu da getdi, qaldı A bəndi. Başlıca açar xüsusi sahədir və həmin sahədə məzmun təkrarlanmır, düz deyir. Bax, az öncə dediyim kimi doğrudur. Şəbəkə modeli dedikdə iki ölçülü massiv kimi də nəzərdə tutula bilir. Xeyr, bu cədvəldən söhbət getməli idi. 13-cü suala keçə bilərik. Elektron cədvəllə bağlı bir sualdır. Bu tip suallar qəbul imtahanında da düşür. Həmin düsturların sürüşdürülməsi ilə bağlı və düşüb də hətta. İndi burada nəyə diqqət etməyimiz lazımdır? Bir qədər bunu yaxınlaşdıra bilərik. B4 xanasına bərabərdir C3 plus A1 düsturu yazılmışdır. Həmin düstur B4 Y5 B4. Burada baxırıq. B4 budur. Daha doğrusu 4-cü sətir budur. 5-ci sətir budur. Yəni B4 dediyimizdən, yəni B4 B5, C4 C5, D4 D5, Y4 Y5. Bura qədər bu düstur sürüşdürülür. Hər bir xanaya yazılır. A4 D5 diapazonunda ən böyük ədədi xananı müəyyən edin. Yəni hansı xanada ən böyük ədəd alınacaq? Amma bizdən soruşur ki A4 D5. Bizdən bu xananı soruşur. Baxın buradan bu qədər. Yəni bura düstur sürüşsə də bunun nəticəsi artıq bizə önəmli deyil. Bizə baxın bu aralıqda olacaq. Burada da onsuz da qiymət olmadığına görə bu dəyərləri 0 götürsək bizə 1, 2, 3, 4, 5, 6. Yəni bu xananın qiymətləri vacibdir. Bunu tapmamız lazım ki qiymət necə olacaq və bunları təmizləyək. Başlayaq burada. Deməli bunu dəyişirik. Bu vəziyyətdə saxlayaq. Bu aralıq və bu aralıqda bizə qiymətlər yazmaq tələb olunur. İlk öncə bu düsturu hara yazırıq? B4 xanasına. Dollar C3, bura yazıram. Dollar C3. Üstə gələk A dollar 1. Bunu bura yazdıq. Və bunu artıq mən C sütununa, eyni zamanda D sütununa götürməliyim. Bu zaman nə olacaq? Dollar sabitdir. Görürsünüz, bu sabitdir. O zaman elə C olduğu kimi qalacaq. Üstə gələk, mən eyni sətirdə gedəcəm. Baxın, bu da eyni sətirdir, bu da eyni sətirdir. Ona görə 3 də dəyişməyəcək. C3 hər birində standart qalacaq. Üstə gələk, burada görürsünüz, A-nın qabağında dollar işarəsi yoxdur deyə bir sətir, daha doğrusu bir sütun mən dəyişirəm deyə bu A da olacaq B. Amma 4-cü sətirdə proses baş verir, üstə gələk ki, qarşısında dollar işarəsi var deyə bu dəyişməyəcək. Dollar B1 yazır, yəni dollar 1-in qarşısındadır. Növbəti addımda yenə dollar C3 qalacaq. Eyni sətirdə baş verdi və C-nin qarşısında dollar işarəsi var. Burada isə B olacaq C və dollar 1. Bu şəkildə yazın. Və bunu aşağı da köçürsək nə olacaq? İndi baxın B sütununda köçürmə baş verir. Mən B sütununda yazdığım ifadəni yenidən B sütununa əlavə edirəmsə, o zaman sütun dəyişikliyi olmadı axı. O zaman bu olduğu kimi qalır. Dollar C, amma 3 yox. 3 niyə yox? Çünki 4-cü sətirdə idi, bir sətir aşağı düşür. O zaman bu olur 4. Üstə gələk. Eyni sütundadır. Qarşısında dollar işarəsi olmasa da eyni sütundadır. A olduğu kimi qalır. Bir dəyişə bilərdi, amma görürsünüz qarşısında dollar işarəsi var deyə olduğu kimi qalır. Yenə də bunu fikir versək, dollar C4, üstə gələk B dollar 1. Dollar C4, üstə gələk yenə də C dollar 1. Artıq bu düsturları yazdıq. Bu düsturları yazdıq, ifadələri hesablaya bilərik. İfadələri hesablamaqdan ötürü isə baxmağımız lazımdır burada nəyə? Aslında görürsünüz burada baxın C3'dür, burada da C3'dür, burada da C3'dür. Hər birinin üstünə A1'i, daha doğrusu bir dəfə A1'i, bir dəfə B1'i, bir dəfə C1'i gəlirəm. Mən elə bunlardan ən böyük ədədi görsəm, onsuz da C3'lər sabitdir da, yəni hər dəfə bütün xanaları toplamağa ehtiyac yoxdur. Bu ədədlərdən hansı böyükdürsə elə o xanadakı qiymət də böyük olacaq. Baxsaq bura, görsək ki B1 yazılan, yəni bu ifadə ən böyükdür. İndi bunun üstündən gələ bilərəm. C3 üstə elə bu. Neçə ədədi? 38 ədədi. Yəni bu xananın qiymətinə söhbət gedir. Bu 38 ədədi. İndi digərlərində yenə də baxsaq C4 var, C4 var, C4 var. Yenə də A1, B1, C1 üstünə gəlir. C4 neçədir? C4 38-dir. Ona görə bunu ən axırda hesablayacağam. Hələ ki hesablamıram. Baxıram A1, B1, C1-in qiymətlərinə. Yenə də gördüyümüz kimi az öncə də baxdıq. Burada B1-in qiyməti ən böyükdür. Düzdür, o zaman o birisi kiçikdir. Yəni bizim 38-in üstünə, burada aldığımız 38-imiz var.
38'in üzərinə həmin bu 22-ni gəlsək, bizə 60 qiyməti verəcək. Yəni ən böyük xanada bu qiymət olacaq. Yəni burada artıq neçə qiymət alınacaqsa, məsələn C3 deyək ki, C3 neçədir? Burada gördük ki 16-dır. 16-nın üstünə 15 gəlib, burada 31 yazmamız əlavə vaxt itkisidir. Bunu yazmaya ehtiyac yoxdur. Doğru cavab 60. 14-cü suala gəlirik. Deməli, bunu dəyişək yenidən. Word proqramında tamamilə boş olan mətn sahəsində yeni abzasdan 23 simvolluq mətn daxil edilir. Yeni abzasdan 23 simvolluq mətn daxil edildi. Daha sonra isə Enter düyməsi vurulur. Enter düyməsi vuruldu. Bu gəldi bura. Yəni ifadə kursor gəldi bura. Yəni bir boşluq əslində dəyişmiş oldu. 20 simvolluq mətn daxil edilir. Yenidən 20 simvolluq mətn daxil edilir. Bu da 20 simvolluq. Bu 20-dir. Bu isə 23 idi. Kursor mətnin sonuncu simvolundan sonra, yəni buradan yerləşdirilir və backspace düyməsi 24 dəfə vurulur. Baxın uşaqlar, indi burada 1, 2, 3, 4, ta ki 20-si buradan silinəcək. Düzdür, 24 dəfə vurdu. Bir dənə boşluq buna görə qalxacaq bura 20. Daha 1, 2, 3-ü də buradan gedəcək. Yerdə nə qədər qalacaq? 20 simvol qalacaq. Yəni 3 burada, bir də buradakı düşməyə görə boşluq deyək və 4 dənə simvol elə getsə 20-si də burada idi. 20 dənə qalacaq. 12 suala keçə bilərik. Bunu bir qədər uzaqlaşdırım. Elmlər bazasında əlaqələndirilmiş cədvəllər verilib. Bu cədvəllərə əsasən Nəzirə Hüseynovanın dərsində iştirak edən şagirdlərin ümumi sayını müəyyən edin. Bir-birinə əlaqəli 3 dənə cədvəl verilib buradan. Burada necə edəcəyik? Soruşulan burada budur. Nəzirə Hüseynova dərsində iştirak edən şagirdlərin ümumi sayını. İlk öncə gəlməliyik Nəzirə Hüseynovanı tapmalıyıq. Görək ki, buradadır. Nəzirə Hüseynovanın fənninin aidisi 12-31-dir. Sonra gəlirik. Burada fən aidi gördük deyə, baxın, fən aidini gəldik burada axtarırıq. 12-31 bir dənə buradadır. 12-36-dır, 32-31 də bir dənə buradadır. Buradan görürük ki 2 dənədir, başqa yoxdur. 2 dənədir. Bizdən sayı soruşur deyə tapdıq, amma aidini soruşa bilər gələcəyinə və ya da kim olduqlarını soruşa bilər. Bu kodlara baxırıq. 110, 112 olan 110, 112 Aysu Danyalova burada gördük və 110, 115 olan 110, 115 olan İbrahim Hüseynova burada gördük. İndi bizdən sayı soruşurdu deyə doğru cavab B bəndi burada yazdıq. 16-cı suala gələk. Bu şəkildə baxaq. Doğru ifadələri müəyyən edin. B3, Y7 diapazonda 12 xana var. B3, Y7. Bu bir diapazondur. Buradakı sütunların sayını, xanaların sayını necə tapırıq? Bayaq da dedik ki, Excel-də sütunların nömrələri İngilis əlifbaları hərflərinin istifadə olaraq gedir. Yəni bu şəkildə A, B, C, D, E, F, G, H və s. bu şəkildə gedir. Və eyni zamanda sətirlər də 1, 2, 3, 4 bu şəkildə gedir. İndi B3, Y7, B sütunu burada görürük və Y sütunu. Bu aralıqda neçə dənə sütun var? Görürük ki 1, 2, 3, 4 dənə sütun var. Sütun sayı 4. Baxaq görə sətir sayı necə tapacağıq? Sətir sayını tapmaqdan ötürü, daha sürətli tapmaqdan ötürü, yəni 3 və 7 arasında bu ədədləri hər ikisi daxildir. Riyaziyyatdan da bunu bilirsiniz. Nə edirik? Sonuncu xananın sətir nömrəsindən, yəni 7-dən 3-ü çıxırıq. 7-dən 3-ü çıxırıq və üstünə 1 gəlsək, bura 1 yazıram. Sətir sayı edəcək 4, üstünə 1 gələndə 5. Xana sayını tapmaqdan ötürü sətir sayını sütun sayına vursaq 20 tapacağıq. Bizə nə deyirdi? 12 xana var deyir. Görürük ki, səhvdir. Yəni artıq 1 olanları buradan silə bilərik. 1 səhvdir. Diapazonda olan xanaların daxilindəki məlumatları silmək üçün delete klavişindən istifadə edilir. Bəli, deletedən istifadə edilir, doğrudur bu. 2 olmayanları silsək, doğru cavab B bəndi. Amma yenə də baxaq. A13 F7 diapazonunda 6 sütun var. Burada baxsaq, AF bu aralıqdan bu aralığa soruşur. 3, 3. 6 sütun var. Bəli, 6 sütun var. Bu doğrudur. Qarışıq istinada nümunə olaraq dollar AC, dollar 99 göstərmək olar yazıb. Burada sütun adının qarşısında dollar var və eyni zamanda sətir nömrəsinin qarşısında dollar var. Bu hər ikisində var deyə buna mütləq istinad deyirik. Qarışıq deyə bilmərik. Hər hansı xanada birbaşa hesablama aparmaq olmur. Hər hansı xanada birbaşa hesablama aparmaq olur. Yəni bir düstur yazmadan ifadəni yazıb hesablaya bilərik. Bu yanlış fikirdir, amma olur əslində. Ora görə dedik. Hər hansı xanada riyazi hesabı aparmaq üçün bərabər, Excel-də bərabər yazıb sonra deyək ki, düsturları, ifadələri yazırıq. Bu da doğrudur. 2, 3, 6-nın doğru olduğunu gördük bir daha. 17-ci suala gəldik.
Metin redaktorunda 4 müxtəlif şəhər adlı aşağıda kimi yeni abzasdan yazılmışdır. Şəhər adı. Saatlı, Sabirabad, Şirvan, İmişli. Aşağıdakı redaksiya əməliyyatlarından sonra abzaslar ardıcıllığı necə olacağını müəyyən edin. Əslində Ctrl X-in, Ctrl C-nin, Ctrl V-nin, Z-in və s. bu kimi daha çox istifadə olunan klavişlərin nə olduğunu bilməlisiniz və düşünürəm ki, bilirsiniz. Sadəcə olaraq burada da diqqətli olmalısınız ki, ardıcıllıq necə gedəcək. Şirvan adlı abzas seçilir və klaviaturadan Ctrl X basılır. Ctrl X bu 2 katdır. Yəni nə edir? Kopyalayır və eyni zamanda da buradan silir. Şirvan adlı abzas. Birinci addım budur. Bakın bu seçildi. Bunun da nömrəsi 3'dür burada. Görürük. Bu seçildi. Eyni zamanda yaddaşda qaldı artıq. Keçirik bura. İkinciyə. Kursor saatlı adlı abzasın əvvəlindən gətirilib. Bunun əvvəlindən gətirilib. Ctrl V vurulanda, yəni belə deyək, bu artıq burada olacaq. 3 baxın burada olacaq. Bir dəqiqə burada yazıram. Deyək biraz yuxarıda yazar. 3 Şirvan. 3'ü ona göre yazıram ki, ardıcıllığı tapmaq rahat olsun. 3 Şirvan. Bunu da elədik. İmişli adlı abzas seçilir. İmişli adlı abzas seçilir. Və yenidən Ctrl V klavişlər kombinasiyası icra edilir. İmişli seçilib, amma İmişli kopyalanmır. Hansı ki, yaddaşda olan bu ifadə vardı. Yəni İmişlinin üzərinə həmin o ifadə yapışdırılır deməkdir. Yəni burada 3 Şirvan bu şəkildə yazılır. Bu da getdi. Kursor saatlı adlı abzasın əvvəlindən gətirilir. Saatlının əvvəlinə gətirilir və nə vurulur? Əvvəlinə bura gətirilir. Yenə Ctrl V vurulur. Yəni bir sözlə yenə də belə olacaq. Şirvan, hələ ki yaddaşda olan Şirvan yenə də bura yapışdırılır. Sabirabad adlı abzas seçilir və Ctrl C düymələr kombinasiyası icra edilir. Sabirabad seçilir, Ctrl C sadəcə kopyası alınır, amma onunla bağlı silinməsi, yapışdırılması və s. başqa bir şey demədiyinə görə sadəcə bir iş görünür, amma bura təsir edəməyən bir iş görünür. Ardıcıllığa fikir versək, 3 3 bir dəqiqə bu qarışdı deyəsən. 3 3 şəkildə gəlir. Sonra 1 2 3 3 3 1 2 3 səhv tapmadıqsa C bəndi oldu. Bu sualdır. 18-ci sual. Gəlirik. Verilənlər bazası cədvəlində soyadı A hərfi ilə başlayan. A hərfi ilə başlayan olacaq. Yaşı 23-dən böyük olmayan, ixtisası riyaziyyat olan müəllimləri müəyyən etmək üçün cədvələ necə bir sorğu tətbiq ediləcək? A hərfi ilə başlayan, yaşı 23-dən böyük olmayan. Burada baxırıq ki, harda ixtisası isə riyaziyyat olan. İxtisası riyaziyyatdır A bəndində. And yaş kiçik bərabərdir 23. Bəli, 23-dən böyük deyil, 23-dən kiçik bərabərdir gördünüz və ən soyad A ilə başlayanlar. Və bunu da qeyd edim ki, bu şəkildə ola bilər. A ulduz qoyula bilər. Bu o deməkdir ki, A ilə başlayanlar və yaxud da ki, ulduz ala bilər. Bu zamanda A ilə bitənlər. Və yaxud da ki, bu ifadə ola bilər. Ulduz A, ulduz, bunu da bildik. Tərkibində A olanları deyək ki, tapıb çıxarır. Amma ulduzun yerinə sual işarəsi də qoyula bilərmi? Qoyula bilər. A sual. Bu zaman nə fərqləri var? Ulduz qoyularsa, istənilən sayda simvol çıxa bilər. Yəni A ilə başlayan istənilən sayda simvol çıxa bilər. Burada ulduzun yerinə yəni bir dənə simvol ola bilər, 5 dənə də, 10 dənə də. Amma sual işarəsi qoyularsa, A-dan sonra yalnız və yalnız bir simvol çıxa bilər. Məsələn, A-yı çıxa bilər. Məsələn, əgər cədvəldə Avropa varsa, sual işarəsi qoysa çıxmayacaq. Yəni, çünki bizə lazımdır ki, bir dənə sual olanları tapsın. Yəni, burada bunu sadəcə nümunə üçün dedim, o təsiri yoxdur. Bu şərti də gördük ki, əndnəndir. Mütləq ki, bunlar ödənməlidir. Elə doğru cavab burada A bəndidir. Keçə bilərik 19-cu suala. Verilənlər bazasına aid cədvəl fraqmentinə əsasən yazıların sayını müəyyən edin. Yazıların sayı nə deməkdir? Sətirlərin sayı. Sadəcə hazırda olan uşaqlar da bunu yaxşı bilirlər ki, bu tip suallarda bəzən qarışdıra bilərlər, çaşdıra bilərlər. Sonuncuya baxıb qərar verməyin. Burada altını görüb deməyin ki, bu alt dənə burada yaz, alt dənə sətir var və eyni zamanda verilənlər bazasında baxın hər bir hissənin sayılır. Bu sətir sayılır, bunlar qeyd olunur. Baxsaq burada 1 2, 3, 4, 5, 6 və 7 dənə yazı var. 7 dənə sətir var. 20-ci sual. Verilənlər bazasının kitablar adlı cədvəl strukturunun aşağıdakı fraqmenti verilmişdir. Ad, qiymət, il, kod və bu şəkildə. Bu sahələrdən hansı kitablar adlı cədvəl üçün başlıca açarı ola bilər? Burada fikirləşə bilərsiniz ki, yəni başlıca açarı o deməkdir ki, yəni onu ona görə qoyuruq. Bayaq da deyirik, başlıca açarı. Bunu
ona görə qoyuruq ki, burada məsələn bir nömrə yazmışıqsa 1001, növbəti dəfədə 1001 olmasın. Yəni tutaq ki, bu bəzən fin koda görə ola bilər, bəzən ID-yə görə ola bilər və s. Yəni ölkə üzrə tutaq ki, vətəndaşların fin kodu eyni olan olmaz. Ona görə bu şəkildə qoyulur. İndi yazarkən insan faktoru da kimsə səhv edərsə, yanlışlıq ola bilərsə, o olmasın deyə buna qoymaq məsləhətlidir. Və ya da ki, şahidlərin uçuş kodu fərqlidir, unikaldır yəni. Burada da ən uyğun olan burada kitab cədvəlidir, kitaba aid bir cədvəldir. Kitabın sıra nömrəsi olan hissəyə bunu qoymamız doğru olar. Y bəndi. 21-ci sual. Elektron cədvəl diaqramında nömrələnmiş elementlərdən legendanı müəyyən edin. Bu burada qeyd olunan bax isə budur. 3-dən söhbət gedir. Bu nə deməkdir? Bizim cədvəlimizdə, xanalarımızda yazdıqlarımız tutaq ki, bu başlıqlar ola bilər, onlara uyğun deyək ki, burada artıq göstəricilərə görürsüz. Həmin o ifadələri burada göstərmək üçün. Bunu dəyişə bilərsiniz. Aşağıda ola bilər, solda ola bilər, burada ola bilər. İndi burada sağda veriblər. Üçüncü cavab, daha doğrusu D variantı olan cavab, doğru cavab. 22-ci suala baxa bilərik. Bunu təzələyək. Sola düzləndirmədirmi deyir. Burada baxırıq ki, yox. Bu oxlardan da görünür ki, sətirlər arasındakı məsafədir. Doğru olmayandır bu. Yəni belə xətt deyək, axırda bunları götürərik. Bu düsturdurmu? Bu düsturdur. Simvolların rəngini dəyişir. Yox, bu artıq rənglə bağlı deyil. Simvol özü ilə bağlı, böyük kiçik. Sonra cədvəldirmi? Bu cədvəldir. Bəli. Və burada da görürük ki, bu nədir? Fiqur deyir. Bu artıq şəkil əlavə etmək üçün bu da səhvdir. Bizdən doğru olmayanları deyir. 1, 3, 5-i seçə bilərik. A bəndi. Gəlirik bura. 23-cü sual. 23-cü sual artıq başlayır açıq suallardan. Cədvəl fraqmentində C3 xanasından hansı tam ədəd yazılmalıdır ki, C3-ü tapaq bura. Bura x qoyaq. Həmən x qoyduq. Tam ədəd yazılmalıdır ki, D2 xanasının qiyməti 57 olsun. Yəni bura 57-yə bərabər olsun. Amma D2-yə də baxanda görürük ki, burada D1-dən də istifadə olunur. İndi baxaq görək. B2 C3. Sam B2 C3. B2. B2 nə deməkdir? B2 C3. Bu deməkdir. B2 B3. D2 D3. Bunlar daxildir. Həmin bu diapazona. Və bunları hesablasaq görürük ki, 29, 34 və üstünə bir də gəlirik. Daha doğrusu belə deyək də 34 x üstünə gəlir, bir də 5 gəlirik. Bu o zaman belə olacaq. X 39 plus x yazırıq. 5 buradadır. 34 də bunlardır, x də buradadır. Və burada yerinə qoya bilərik. Gəlirəm, bunu nəzərə alsaq, bərabərdir yazıram. Əslində bərabərə də ehtiyac yoxdur. Burada yazıram. 2 vuraq D1. Yəni ilk öncə belə yazıram. 39 üstə gələk x çıxaq. Sam C2 C4. C2-dən C4-ə qədər. Baxın, bu aralıqdan söhbət gedir. Yəni C2, C3, C4. Çıxıram. Bunları toplayacağım. Sonra çıxacağım. 27 bu edir. Burada x var da, yəni burada. 27 plus x yazıram. Bunu çıxdıq. Çıxaq. 4 yazıram. Bərabərdir. Dedik neçəyə bərabər olsun? 57-yə. Bunu yazdıq. Bunu açsaq. 78 plus 2x çıxaq 27 minus x çıxaq 4 bərabərdir 57. Buna baxsaq artıq x bərabərdir. Bu elədir. 27-dən 24 mənfi 31. 78-dən 31 çıxırıq. 47. Belə yazaq bunu. 57 burada qalıb. Çıxırıq da 47. 78-dən 31 47 edir. Bəli, bu da bərabərdir 10. Yəni bizdən soruşur ki, bura nə qiymət yazılmalıdır? Biz bunu yazmışdıq. İkisi də tapdıq ki 10. Doğru cavab 10. 24-cü suala baxırıq. Elektron cədvəl fraqmenti verilib B1 xanasına hansı tam ədəd yazılmalıdır ki, hesablamalardan sonra A2, C2 diapazonuna əsasən qurulmuş diaqram aşağıdakı kimi olsun. Belə bir diaqram qurulub. Gördüyünüz kimi 3 hissəsi var. Və bizdən soruşur ki, B1 xanası. B1 xanadır. B1. Bax bura. Bura x-dir. Bura x-dir. Həmən bura B1 çıxaq 4 hissəsini yazıram ki, x çıxaq 4. Və yəni bunları yazaq. Sonra artıq bu diaqramla bağlı deyək. B1 plus A1. B1 neçədir? X-dir. X-in üstünə gəlirik. A1. A1 neçədir? 3-dür. 3-dən də 2 çıxanda 1 edəcək. X plus 1 bura olacaq. Bura olacaq. B1 çıxaq 2. Yəni x-dan çıxacaq. X çıxaq 2C1. Yəni bu o deməkdir ki, 2C1 2x bu şəkildə yazıram. Plus 4. Bunu çıxacaq. 2C1 budur. C1-in qiyməti budur. Vurduq 2-yə. Bunu da açsaq x çıxaq. Yəni 8 çıxaq x olacaq. Bunun da qiyməti 8 çıxaq x olur. Və burada da B1 plus B2. B1
X-dir. Bunu bu şəkildə yazaq. X-dir. Üstə gəlirəm B2. B2 necədir? 8 çıxa X-dir. 8 çıxa X gəldim. Bunu bölürəm 2-yə və çıxıram 1-i. X-lar getdi. 8-i 2-yə bölən 4. 4-dən 1 çıxanda 3 alırıq. Buranın artıq 3 olduğunu bilirik. Xanalarda deyək ki, qiyməti aldıq. Artıq bir xanamızda D qiymət məlumdur. Bu diaqramlarda sadə əqrəbi istiqaməti anlayışını unutmursunuz. Burada nədir? Yəni buradan başlayırıq. Baxın bu birinci hissə bura uyğundur. İkinci hissə bura yazsaq bura uyğundur və üçüncü hissə də bura uyğundur. Buna yazıram. Bu 1 belə yazaq. Buna 2 yazıram. 3 də buna yazıram. Axırıncıdan 3 almışıqsa, bura 3 almışıqsa, demək bura da 3-dür. Çünki hər ikisi 25%-dir. Buraya isə 50%. 25%-dən 2 dəfə çoxdur da, yəni bura. 3 də o zaman 3 isə bura nə olacaq? Bura olacaq 6. Nəyə tapdıq biz? Bu qiyməti tapmışıq. Yəni bura 6-dırsa, indi x plus 1-i nəzərdə tutsaq, burada yazacağıq ki, x plus 1 bərabərdir 6, x də bərabərdir 5. Burada demək ki, x 5 imiş. Doğru cavab 5. 25-ci sual. Elektron cədvəldə bərabərdir sam B2, B4 düsturunun qiyməti 20-yə bərabərdir. Əgər B1, B4 diapazondakı ədədlərin ədədi ortası 6-ya bərabər olarsa, B1 xanasının qiymətini müəyyən edin. Sam B2, B4 və bir də B1, B4 diapazonundakı ədədlərin ədədi ortası. B1, B4 nə deməkdir? Yəni bunu bir dənə burada yazaq. B1 deməkdir, B2 deməkdir, B3 deməkdir, B4 deməkdir. Bunun cəmi deyil, bunun ədədi ortası 6-ya bərabərdir. Biz də bilirik ki, ədədi orta bərabərdir cəm bölək sayı. İndi bu 6-ya bərabər olubsa, burada da sayın 4 olduğunu görürsə, demək ki, cəm bu aralıqda neçə olub? Bu bərabər olub 24-ə. B1, B4. İndi B2, B4-ü soruşursa, indi baxın, buradan söhbət gedir. B2, B4-ü. Bunun da artıq qiyməti bəlli olur burada. Yəni, həmin bu 20-yə bərabərdirsə, baxın bura. Bura 20-dirsə, bu şəkildə yazsam, x plus 20 bərabər 24, x də bərabərdir 4 almış ola bilərik. Ümid edirəm ki, aydın oldu. 25-ci sualda da doğru cavab 4 idi. 26-cı sual. Bunu bir qədər işləyəm, daha aydın görəsiniz. Başqa, bu qədər. Verilənlər bazasının bir-biri ilə əlaqələndirilmiş cədvəlləri verilmişdir. Cədvəllərə əsasən iki bacının doğum illəri arasındakı minimum yaş fərqini müəyyən edin. Deməli, burada cədvəl verilib, ID valideyn görürük, cədvəl burada ID, soyad, cins, doğum günü və s. İndi bizə lazımdır ki, burada ID valideyn, ID uşaq. İlk olaraq tapmalıyıq ki, eyni valideynləri tapmalıyıq və bunların uşaqlarına baxmalıyıq. Burada cinslər qeyd olunub. Yəni bizə iki bacı lazımdırsa, hər ikisi qadın olması lazımdır. Təbii ki, bunu seçim edəməliyik. İndi ID valideynə baxsa, 240 burada var, 240 burada var. 325 və 356. 325 görürük ki, qadın olsa da 356 kişidir. Demək ki, bunlar bacı deyirlər. O zaman bunları silə bilərik. Növbəti də 261 var. 261, 261. 325, 356. 325, 356 yenə də bunlar uyğun deyil. Sindik. Sonra 325, 325. Yəni ID valideyn yenə də buradakı ilə üst-üstə düşsə də baxaq. 325, 325, 517, 427. 517 və 427. Bəli, bunlar da bir kişi və qadın deyil. Bunları sildik, bunlara da baxmırıq. Sonra gəlirik 356-lara baxsaq, bunların da deməli ID uşaqları 625, 630. 625, 630. Aha. Burada gördük ki, hər ikisi qadındır, bacıdır. 76, 79. Bunlar arasındakı, yəni doğum günləri arasındakı fərq tarixləri 3-dür. Bunu yazdıq. Deməli, bunları yazdıq, getdi. 367-yə baxsaq, 625, 630. 625, 630. 367. Burada da 625, 630. Yenə də 3-dür. Bunu da gördük. Keçək bunları da. Sonra 625'e baxsaq, 943, 962. 943 və hər ikisi kişi cinsidir. Bunu silirik. 625'lər getdi. Bunları da silək buradan. Bunları saymadıq. 427'də 743, 854'dür. 743, 854. Hər ikisi bacıdır. Aha. 94, 2001 fərq 7.
Bunu tapdıq. Bizdən nə soruşur? İki bazın doğum illəri arasındakı minimum yaş fərqi. Minimum yaş fərqi 3'tür. Böyükdür. Minimum 3. Doğru cavab 3. Gəldik 27-ci suala. Uyğunluq sualıdır və bu şəkildə baxa bilərik. Deməli, seçilmiş mətni mərkəzə düzləndir. Ümumiyyətlə bura baxanda burada gördük ki, bu tam düzləndirmədir. Bu tərəfə fikir verdiyimiz anda. Bu isə nömrələnmişdir. 1, 2, 3-dən görə bilirsiniz bir daha və bir daha maili. Yəni kursiv yazmaq üçün istifadə olunur. Seçilmiş mətnin mərkəzə düzləndirmə. Mərkəzə düzləndirmə deyil. Elə olsaydı, yəni bu şəkildə olacaqdı. Yəni bu şəkildə deyək. Burada isə tamdır gördüyünüz kimi. A heç deyil. Nömrələnmiş siyahı yaradır. Bu B gəldi bura. Seçilmiş mətnin kursiv yazır. Bəli, C gəldi bura. Bunları istifadə elədik. Seçilmiş mətnin tam hər iki sərhəd düzləndirir. 1'ə D getdi. Bunu da yazdıq. Nişanlanmış siyahıdır. Xeyr. Burada gördüyümüz kimi nömrələnmiş siyahı. 1D, 2B, 3C bu şəkildə yazdıq. 28-ci sual. Elektron cədvəl fraqmentində B2 xanasına hər hansı düstur daxil edib və bu düstur B2 F2 diapazonunun bütün xanalarına köçürülüb. B2 deməli B2 buradan söhbət gedir. Buradan F2'yə qədər. İndi burada F qeyd olunmayıb. Bura qədər köçürülüb. B2 xanasına yazılan düsturu müəyyən edin. Burada yəni bu ifadəni necə ala bilərik? Buna baxmamız lazımdır. Yəni və təbii ki, yazacağımız düsturu da ona uyğun təyin etməyimiz lazımdır. Burada əslində baxdığımız anda, yəni bir növ məntiq sualı kimi bir ifadədir. A-nın altını 4'ə vursaq 24 edir. 24'dən 2 çıxsaq 22 edir. Məsələn, mən bunu belə yazdım. Təbii ki, bərabər olacaq burada. Yazıram ki, A2 vuraq B1 çıxaq 2. Bunu aldıq. Amma bizim düsturumuz elə olması lazım ki, digər hallarda da ödənsin. İndi baxaq, yoxlayaq. Baxın, əgər mən bu düsturu deyək ki, baxın, bura yazdığım, yəni bura yazdığım düsturu 22'ni harda aldım? 22'ni burada aldım. Düsturu demək ki, bura yazmışam. Bir vaiz sağa sürüşdürsəm, sətir dəyişməyəcək. Sətirlərlə işim hələ ki yoxdur. Amma sağa sürüşdürsəm, görək necə olacaq. Mən burada A2'ni sağa sürüşdürsəm, bura necə olacaq? Bir vaiz sürüşdüyünə görə bu da olacaq B2. Və burada olacaq C1, çıxaq 2'si olduğu kimi qalacaq. Buna baxdığımız anda B2 22 olacaq. Amma 22'ni mən C1 0 daxı. Vurmada 0 götürülür. Bunlar boşdur yəni. O zaman 0'a vuracaq. Yəni cavab 86 alınmalıydı. Axı 0 alındı. Demək ki, burada mən nəyəsə sabitləməliyəm ki, o dəyişməsin. Əgər burada bunu sabitləsəm, baxın bu ifadədə bunu belə deyil, belə yazsam, A2 vuraq dollar B. Dollar B1 yazıram. Burada baxın, indi bunu mən sürüşdürsəm buradan. A2 dəyişməlidir. A2 olmalıdır ki, neçə olacaq? B2. Növbət dəfə də bunu vurum. Bunu nəyə vurum? Baxın, bura sürüşsə də bu dollara görə bu sürüşməyəcək. Dollar qalacaq. B qalacaq. Eyni sərhədə getdiyinə görə 1 olduğu kimi qalacaq. Çıxaq 2. Buna fikir versək, B2 neçədir? 22'dir. 22'ni vursam B1'ə, yəni 4'ə və 2 çıxsam, 88'dən 2 çıxanda 86. Eyni qayda ilə artıq 86'nı aldıq. Bura olacaq necə? Artıq A idi, B idi, C olacaq. C2 vuraq. Dollar B1 çıxaq 2. Bu da bərabərdir. 86'nı vuracağıq. 4'ə çıxacaq 2. 344'dən 2 çıxacaq. 342'ni burada alacaq. Yəni ardıcıllıq bu şəkildə gedəcək. Yəni deməli düsturu bu şəkildə yaza bilərik. Burada birin qabağına dollar işarəsi qoya da bilərsiniz, amma deyək ki, ona ehtiyac da yoxdur yəni. 29-cu sual. Elektron cədvəl fraqmenti verilmişdir. Bu məntiqdə olan, yuxarıdakı olan məntiqdə bir sual tipidir, amma bir qədər də bu artıq daha çox düşünmə tələb edir. Həm sətirlər boyunca qiymət dəyişir və eyni zamanda burada gördüyümüz kimi sütunlar boyunca qiymətlər dəyişə bilir. B2 xanasına, baxın bu xanaya yazılan bir düstur var, bu xanaya. Buradan söhbət gedir. B2 Y6 diapazonu üzrə köçürülmüşdür. B2 Y6 dediyinə görə bu daxildir. Yəni baxın, bu aralıqda köçürülmüşdür. Buna əsasən B2 xanasına yazılan düsturu müəyyən edin. Yəni yenə də elə bir düstur yazılıb ki, o düsturu bura tətbiq etdiyimiz anda, yəni bu ifadələr doğru alınması lazımdır. Yenə də bura baxdığınız anda, əslində bu ifadələrə baxdığımız anda görürük ki, 2, 3, 4, 5, 5, 6, 7, 8, sonra buradan gəlir 9, təzədən 10, 11, 12, 13. Burada da deyək qiymətlər dəyişir, amma bizdən soruşduğu bunlardır. Önəmli olan bunlardır. Və indi biz nə edə bilərik? Əslində buna baxsaq, baxın burada. Burada
A1, daha doğrusu A2. Bunu görürük. A2'ni B1'ə vurub üstünə 1 gəlsək, 2-ni ala bilərik. Amma növbəti addımda bunu buna vursaq əgər 2-ni 2-yə vuracağıq, 4 edəcək, üstünə də 1 gəlsə düzgün kimi. Yəni 3 alınmayacaq, 5 alınacaq. Demək ki, bu olmadı. Və belə etsək ki, həmin bu ifadəni olduğu kimi saxlayaq. Yəni A2-ni özünə də vura bilərik. A2-ni özünə vursaq, A2 və neçə edəcək? 1. Üstünə də gəlirəm B1. Bu ifadəyə baxsaq, 1-i 1-ə vuranda 1 vuraq, 1 üstünə 1 gəlirik. Bu 2. 2-ni aldıq. Baxaq görək digər halda da düzgün olacaqmı? İndi bura baxdığımız anda biz əgər yenə də köçürmə edəcəyik. Burada düz işlədik. Biz bura keçiriksə, bura keçəndə artıq bu B2 olacaq. B2-ni vuracağıq. B2-yə. Burada yazıram. B2. Üstünə gəlirəm C1 olacaq. B2 neçədir? B2 artıq 2-dir. 2-ni 2-yə vurub üstünə C1 gələndə yenə də 3 alınmadı. Burada baxaq ki, həmin bu A2-ni yenidən A2-yə vursaq, bunu öz-özünə vursaq, baxacaq ki, yenə də 1 elədi. Üstünə bunu gələndə isə 3 edəcək. O zaman burada biz A-ları sabitləyə bilərik. Baxın, burada yazıram. Həmin bu ifadəni belə yazıram. Dollar A2 vuraq dollar A2. Üstə gələk B1. İndi bunun düşündük. Burada yazdıq. Az öncə də yuxarıda yazdıq ki, A2 1-dir. 1-i 1-ə vurub üstünə 1 gəlib 2 aldıq. Bizə lazımdır ki, növbəti addımda işləyirmi bu? İndi dollar A. Biz bir sətir, daha doğrusu bir sütun sağa keçsək də, bu dollar olduğuna görə bu A dəyişməyəcək. Dollar A eyni sətirdə də proses getdiyinə görə hələ ki, dollar A2 olacaq. Bunu da dollar yenə də A2-yə vururuq. Üstünə gəlir. B isə dəyişəcək. Qarşısında dollar yoxdur. Bir sütun dəyişir, olacaq C1. Baxaq görək ki, 3 ala bilirikmi? A2-ni A2-yə vururuq. 1-i 1-ə vururuq. Yenə də 1 edir. 1-in üstünə C1 gəlirik. C1 neçədir? 2. Bu eləyəcək 3. Növbəti addımda yenə özü-özünə vuracağıq və üstünə 3 gələcək, 4 edəcək. Yəni sətir boyunca olan ifadəni düz aldıq. Baxaq görək, bəs aşağı keçsək necə olacaq? Axı aşağı keçsək, burada sətir dəyişirmi? Dəyişəcək. Amma dəyişməsi bizə kömək edirmi? Yəni bura dollar işarəsi qoymağa ehtiyac varmı, yoxsa yoxdur? Yəni buna baxaq. İndi burada baxırıq. Mən ikinci sətirdə idim. İkinci sətirdən 1 vaid aşağı düşürəmsə, əslində bu olacaq dollar A3 vuraq dollar A3. Üstə gələk. Burada nə olacaq? Baxın, C2. Bir sətir aşağı düşdüyümə görə C2 olacaq. A3'ü vururam A3'ə. A3 burada 2'dir. 2'ni 2'yə vurdum, elədi 4. 4'ün üstünə mən gəlsəm burada artıq. Burada C yox, hələ ki bunu fikirləşək. Hələ ki B-dən söhbət gedir. B2-ni gəlsəm. B2. 5 eləmir. Demək ki, burada bu dəyişdi deyə nəticə pozuldu. Odur ki, biz nəticə etibarı ilə bunun da qabağına bir dənə dollar işarəsi qoymalıyıq. Yəni, baxın bunu. Birin qabağına. Bu da sürüşməsin. Yəni, sətir dəyişməsin. Sağa gedəndə sütun boyunca dəyişsin, amma aşağı düşəndə dəyişməsin. Yəni, biz necə eləməliyik? Burada yazıram, həm də bu ekranı görəsiz deyə. Burada qalacaq, bu şəkildə yazıram. Yekun olaraq dollar A2 vuraq dollar A2 üstə gələk B dollar 1. Bunu aşağı keçirsək dollar olacaq A olduğu kimi qalacaq. Bura olacaq dollar A3 vuraq dollar A3 üstə gələk B eyni sütunda olacaq da, yəni bunda dəyişir. B-ni hələ ki dəyişməyəcək. B qalacaq. Burada elə 1 qalacaq. İndi baxaq görə A3 2-dir. 2 vuraq 2 üstə gələk B1. B1 neçədir? 1. 5 verirmi? Bəli, 5 verir. Bura düşsə, bir adım da aşağı düşsə, olacaq artıq dollar A4 vuraq dollar A4 üstə gələk olduğu kimi qalacaq. B dollar 1. A4'ün nə olduğunu bilirikmi? 3'dür. 3'ü 3'ə vuracağıq. 3'ü 3'ə vuracağıq və üstünə gələcək B1. B1 neçədir? Yenə də 1'dir. 9'un üstünə 1 və onu da görürük ki, burada alırıq. Gələn dəfə 4'ü 4'ə vuracaq, üstünə 1 gələcək, 17 alacağıq. Yəni bu şəkildə yazırıq. Baxın, düsturumuz bizim bu olacaq. Bu deyil, daha doğrusu bu olacaq. Dollar A2 vuraq, dollar A2 üstə elə B dollar 1.
Bunu sabitlədik və təbii ki, bərabərlik yazmaqla. Bunu elə qüvvəti şəklində də yaza bilərsiniz. Bilirsiniz də, yəni tutaq ki, A2 kvadrat, yəni bu şəkildə də yaza bilərsiniz. İndi belə də yaza bilərsiniz. Deməli, neçənci sual idi bu? 29-cu sual idi. Ən nəhayət 30-cu suala baxaq. Verilənlər bazasının cədvəl verilmişdir. Cədvələ müəyyən sorğu tətbiq edildikdən sonra yeni cədvəl alındı. Birinci cədvələ tətbiq edilən sorğunu müəyyən edin. Deməli, bura baxdığımız anda soyad sütununda görürük ki, Məmmədova, Mikailova, Məlikov və Muradova hamısı M ilə başlayır. Soyad sütununda soyad bərabərdir M ilə başlayanlar. M ulduz. Yəni Məmmədova da çıxa bilər, Mikailova da, Məlikov da və s. M ilə başlayanlar. Ad hissəsində nələr var? Burada baxsaq, deyək ki, M ilə başlayıb, amma çıxmayanlar hansılardır, çıxanlar hansılardır? Bir dəqiqə, M ilə başlayıb, M. M ilə başlayanlar buradadır. Görürük ki, burada sevgi çıxıb, ipək çıxıb, aydan çıxmayıb. Bir baxarıq. Anar çıxıb və lalə çıxıb, ayten çıxmayıb. Burada baxın, bura baxdığınız anda görürsünüz ki, 7-cidə və 10-cudadır. Bəli, 7-də və 10-da sonu N ilə bitib. Amma digərlərində N ilə bitməyib. O zaman belə bir axtarış verilə bilər də. M ulduzla başlasın. Ən ad hissəsində də, ad sütununda da. Not ulduz N. Yəni bu o deməkdir ki, N ilə bitməsin. Bu şəkildə sorğu yazarsınızsa artıq bu nəticə ekranda görünəcək. Düzdür, qəbul imtahanında sizə 28-ci sual alqoritm, 29-cu 30-cu sual Python ilə bağlı düşəcək. Yəni yazda tələb olan suallar belə olmayacaq. Amma hər bir halda bunu bilirsinizsə, buna uyğun düşəcək digər suallara da cavab tapmışsınız deməkdir. Belə, dəyərli yoldaşlar, çox sağ olun. Kanala abunə olmağı, kanaldakı videoları bəyənməyi, paylaşmağı sizdən gözləyirəm. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın.